Kaydı başlatı bastım. Qoy görək nə olur. 4, onda ruçka da yaxşı yazmır. 8 6-cı dərəcədən. Çıx 8-ci dərəcədən 16 bərabərdir. İndi buna baxırıq uşaqlar. Buna baxaq. Uşaqlar, bu 2-nin kvadratı deyilmi? Bununla bu gedir. 2 qalır. 2-ci dərəcədən kök altı 2 qaldı mı? Bu 8 4 vurulsun 2 deyilmi? 8, 4, 2, bəli. Mənim 4'ü də 2'nin kvadratı kimi yazsaq. 2'nin kvadratı yazsaq. 2 bir dənə 2 buradadır. 2'nin kubu oldu mu? 2'nin kubu olacaq. Ay 6-cı sağ ol. dərəcədən 2'nin kubu. Bununla bu gedir. Kökdə 2-ci dərəcədən 2 qaldı mı? Çıx. Bəli, o da 2 üstü çıxılsın. 4 8-ci dərəcədən deyilmi? Bununla bu gedir. Kökdəkilər də gedir. Nə qaldı? Bir dənə kökdə 2 qaldı. Tamam. Bir dənə kökdə 2 qaldı. Всё. Başa düşdünüzmü uşaqlar? Bəli, müəllimə. Bəli. Aha, lap yaxşı. Nömrə 43 də buna aiddir. Ehtiyac varmı yazmağa? Xeyr, müəllimə. Aha, A variantı. Məsələn, kökdə 3-cü dərəcədən mənfi mötərizədə deyil. Mənfi 7-nin nəyidir? Kvadratıdır. B variantı. 5-ci dərəcədən mənfi küstü neçədir? 4'dür. 4. Sonra C variantı. 6-cı dərəcədən mənfi 3'ün nəyidir? Kubudur. Kubu. D variantı. 3-cü dərəcədən mənfi 7 6-cı qüvvətdən. Y variantı 4-cü dərəcədən mənfi 3'ün nəyidir? Kvadratıdır. Mənası deyir, yoxdur deyir. Hansının mənası yoxdur? Müəllim, onda C-nin mənası yoxdur. Çünki Asla. 6-cı dərəcədən kök altında mənfi 3 eləyəcək mənfi 27. Tək ədəd olduğuna görə mənfi kök altında da mənfi olmadığı üçün o mənasız seçilir. Bunun üstü cütdür. Mənfinin üstü cüt olanda müsbət olur. Mənası olur. Bəli. Yəni tək dərəcədə olanda onu götürəcək də. Aha. Bunun mənası yoxdur axı. Düz deyilmi? Bəli. Neçənci misal idi bu? 44-cü. Bir dəqiqə. Hə, C variantını götürürlər, doğru. Sonra 45'ə baxağın. Nömrə 45. 27 üstü 1,2, 4 üstü 0,6, 3 üstü 0,6, 2 üstü 0,2. Uşaqlar, bu 3'ün kubunun üstü 1,2 deyilmi? Bəli. Bu 2'nin kvadratının üstü 0,6 deyilmi? 6'dır. Bəli. Bu 3 üstü 0,6 vurulsun 2 0,2 deyilmi? 2 dənə yolu var. Bu Bəli, birinci bəli. yolu. Birinci yolu. Görün hansı asadı oldu onu götürün. 3, Mənim 3'ü 1,2'ye vuranda 3,6. 6. Bu Burası 1,2 oldu mu? üstündə 12 bir. 3, 0,6, 2, 0,2. Əsaslar eynidir. Üstlər nə olacaq? Bölünəndə çıxılacaq. Çıxılacaq. Hə, çıxılacaq, bağışlayın. Əsaslar eynidir. Üstlər nə olacaq? Çıxılacaq. Çıxılacaq. 3, Biri 3, 2. 2, 1. 27, 2, 54. O değil. 54. Oldu hansı variant? D variantı. İndi gəlin bunu siləyin. Başqa yolla eləyirəm. Bu yol ağlıma gəlmir məsələn. Diyanın. Sabah da olacaq dərs. Sabah neçənci gündür? 4 müəllimə. Sabah 4. Hə, 1 3 5 demişdik. hə, eləmə. Bəli, müəllimə. Aha, 5-ci ya. gün olsa yaxşı. Yaxşı. Baş üstə. Bir gün istirahət eləyəyəm. Bəli, Aha, müəllimə. yaxşı.
İndi bura Hər baxın gün mənim uşaqlar. riyaziyyata İndi mən sizə elə dərs keçəcəm ki, istirahət olacaq. Valla o qayda eləyəndən sonra hər şey yaxşı olacaq. İndi İnşallah bura baxın. müəllimə. Özünüz riyaziyyatla çox maraqlanacaqsınız. İndi bura baxın. Mən riyaziyyata marağım yoxdur. Elə də sizlə qoşulandan biraz marağım var riyaziyyata. Hə, Bəli, məndə də. Məndə də Hə. maraq yox idi. Sizə qoşulanda maraq oldu. hə, inşallah yaxşı olar. Aha, İnşallah ondan müəllimə. sonra valla darıxacaqsınız İnşallah. riyaziyyatdan ötürü ki, niyə eləmirəm, kitabdan ötürü. İndi bura baxın. 2 ixtisar gedir. 5-də 1, 5-də 6 qaldı mı? 27 Bəli. üstü 5-də 6 deyilmi bu? Bəli. Bu da 2-nin kvadratı 10-da 6, 5-də 3 deyilmi? İxtisar elədim. Bəli. 3 üstü 10-da 6, 5-də 3 5'də deyilmi? 3. 5'də 1 Bir. deyilmi? Bəli. 3'ün kubu 5'də Bizə nədir? 5'də 6. 6'dır. 6. 2 5'də neçədir? 2-nin məxrəci yoxdur. 1 yazıram. 2-ni baxın 5'də 3-ə 5'də vuranda. 6 olacaq. 5'də 6 5'də neçə olacaq. olur? 6. 5'də 6. Bu da 3 üstü 5'də 3, 2 üstü 5'də 1. 5'də 1. Bu 3 üstü 5'də 18 deyilmi? Bəli. Çıx bölünəndə 5'də 3 qalırmı? Bəli. Vurulsun 2 üstü 5'də 6 çıx 5'də 1. 1. Bəli. 3 üstü 5'də 15, 3 üstü 5'də 1. 2 üstü 5'də 1. Oldu mu belə? Harda düzgün eləmədik bunu? 10'da 2. 2 ixtisar gedir. 5'də 1. Bu 5'də 3. Bu 5'də 6. 3'ün kubu 5'də 18, 5'də 3. 5'də 6, 5'də 1. Aha. Düz eləmişik. İndi bura baxın. İndi bura baxın. Bərabərdir. 15'i 5'ə böləndə 3'ün kubu qalırmı? Müəllimə, Bu da. bir söz deyə bilərəm. Aha. Müəllim, yuxarıda yazmışıq, 5 üstə 18 çıxılsın 5 üstə 3, vurulsun 5 üstə 6 çıxılsın 5 üstə 1. 5 üstə 6-dan 5 üstə 1 çıxanda mənim 1 qalır axı. Hə, 1 qalır. 1 qalır. Görsən 5'də 1 yazmışam. 3'ün kubu nə elədi? 27. 27-ni də 2-yə vuranda neçə olur? 54 olur. Və salam. Bu da ikinci yolu. Başa düşdünüzmü? Mən yorulmuşam. Bəli. Siz biraz diqqətli olun. Sonra neçədə Bəli. qalmışdıq uşaqlar? 46. Aha, 46-da. 4-cü dərəcədən 16 A üstü 6 B üstü 6 A kiçikdir 0 B böyükdür 0 olduqda vurğu kök işarəsi altından çıxarın deyir. Bərabərdir. Bu 4 2 üstü 4 deyilmi? Bu da Bəli. A üstü A 6. üstü kubu B kubunun kvadratı deyilmi? Bəli. 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 Kvadratı. Kvadratıdır. İndi bunu ayrı-ayrı kökdə yazmaq olarmı? Dərəcələr eynidir. Bəli, müəllimə. Kvadratı 4-cü dərəcədə. 4'lər gedir, nə qaldı? 2 vurulsun. Burada da 4 ilə 2 A kubu B kubu kvadratı. B kvadratı. A kubu niyə B kvadrat oldu? B kubu olmalı deyilmi? Müəllim, B kubudur, B kubudur. Aha, 2 bunu da A kvadratı B kvadratı vurulsun AB kimi yazmaq olarmı? Bəli. Bunu A da kubu vurulsun. 2 A kvadratı B kvadratı kök altda AB yazmaq olarmı? Ayrı dərəcədə. Bəli. Eynidir də dərəcələr. Ayrı-ayrı yaza bilərəm köklərdə. Qurumada. Bəli. İndi bu ikilər getdi.
2 cüz dərəcədən olanda modul çıxırmı? Bəli. Vurulsun 2AB bərabərdir. İndi A kiçikdir 0-dan. A-dan nə çıxacaq? Mənfi modul. B-dən B də böyükdür 0, deməli böyük çıxacaq. Bu da nə oldu? AB oldu mu? Bəli. AB. Uşaqlar, A variantıdır. Burada səhv veribdir. B kvadratı olmalıdır. Yox, yox. C variantıdır. Burada səhv veribdir uşaqlar kitab. Bilirsiniz niyə? Çünki burada B kubudur. Səsləri bağlayın da. Baxın bircə dəqiqə. Səhv veribdir kitab. D variantı. Müəllim, zəhmət olmasa bu bir də izah eləyərsən. Baxın, Bu təzəndə. baxın. A0-dan nədir? Bircə dəqiqə.